İkinci, y bitişdiricisi. Y bitişdiricisi sözdə yalnız bitişdirici kimi iştirak edə bilər. Sözdə k, y əvəzlənməsi kimi iştirak edə bilər. Y samitindən gedir söhbət. Və sözdə eyni zamanda həm bitişdirici, həm də əvəzlənmə kimi başa düşülə bilər. Nümunələrə baxaq. Yenə dediyimiz kimi bitişdirici olmaq üçün bitişdiriciyə qədərki olan hissə mütləq sait ilə bitməli və məna verməlidir. Birinci sözə baxırıq, qapıya sözündə. Qapıya sözündəki y-ya qədərki hissə qapı məna verdi və deməli A yönlü kal şəkilçisi y bitişdiricisi ilə sözə qoşulub və y burada yalnız bitişdiricidir. Çünki burada y-nın əvəzlənmə olması üçün o həm də k ilə məna verməlidir. Qapıq demək olmaz, məna vermir. Ona görə bu burada yalnız bitişdiricidir. Yalnız bitişdirici. İkinciyə baxırıq. Çiçəyə sözündəki y-ya qədərki isə çiçəyə məna vermədi. Deməli, bitişdirici ola bilməz. Amma y-ni biz ki kimi oxuya bilirik, çiçək. Və əgər bunu biz ki kimi oxuya biliriksə, deməli, buradakı y, k-y əvəzlənməsidir. Deməli, bu əvəzlənmədir. Üçüncü sözə baxırıq. Kürəyə sözündəki y-ya qədərki isə məna verdi kürə. Dilimizdə kürə sözü var, həm həndəsi fiqur kimi, həm də yer kürəsi mənasında. Deməli, əgər bu kürə mənasında işlənəcəksə, onda y burada bitişdirici olacaq. Yönlü kal şəkilsini birləşdirib. Eyni zamanda y-ni biz ki kimi oxuyanda da məna verir. Kürək. Kürək sözündə isə hallanarkən deməli ki səsi y səsinə keçmiş olacaq. Deməli, buradakı y həm bitişdirici, həm də deməli əvəzlənmədir. Deməli, y bitişdiricisini də biz araşdırarkən bu üç məqama diqqətli olmalıyıq. Yəni, əgər y k ilə əvəzlənə bilir və y-ya qədərki isə məna vermirsə, bu ancaq bitişdirici olacaq. Belə əvəzlənmə olacaq. Yox, y-ya qədərki hissə saitlə bitir, məna verir, amma k ilə əvəzlənə bilmirsə, bu yalnız bitişdirici olacaq. Lakin y-ya qədərki isə saitlə bitir, məna verir. Eyni zamanda y k ilə oxunaraq da məna verir. Bu halda isə deməli y orada həm bitişdirici, həm də əvəzlənmə kimi başa düşülə bilər. Bu tipli testlər çox tətbiq olunur, tapşırıqlardan çox istifadə olunur bu testlərdən. Ona görə y bitişdiricisinin necə soruşulmasına diqqətli olmaq üçün bu izaha diqqətli olmaq lazımdır.